deyilir. Şəhid analarına xanım deyilir, şəhid yazarına xanım deyilir. Sonra mən xanım adını yaraşdırmıram. Haram olsun ki, ona bu şəhidlər xiyabanından mən ona bir şəhid atası və şəhid ailələri adından deyirəm ki, ona ar olsun ki, o gedib erməniyə quzaq açır. O gəlib şəhid analarına, şəhid yarlarına quzaq açmalıydı. Ayıb olsun ona, heç mən onu yaraşdırmadım bir Azərbaycanlı bir qadın kimi. Haram olsun ona, Azərbaycan haqqı, hüququ ona haram olsun. Mən onu bir Azərbaycan vətəndaşı kimi hesab eləmirəm. Onun kimi də musiqiçilərimiz var. Bizim Ruslan Səfəroğlu kimi bütün şəhidlərin adına mahnı yazar, şəhid ailələrinə qucaq açan insanlarımız var. Nurlan Ordubaxtı kimi qeyrətli oğlumuz var. Görürsünüz necə Rövşən Binəqədli var. Görürsünüz necə mahnılar bəstələyir şəhidlərimiz üçün. Belə ki, Rus sevən musiqiçilərimiz var. Buradan üzümü durub Mədəniyyət Nazirinə deyirəm ki, elə bir insanların Mədəniyyət Nazirinin o işləri olmamağına son qoysun. Allah bütün şəhidlərimizin məkanı cənnət olsun, ruhu şad olsun. Bura gələn hər kəsə də mən bir ata kimi öz minnətdarımı bildirirəm. Ona ağır olsun ki, mənim kimi bir ata 5 ildir gözüm yoldadır. Hələ heç balam belə tapılmayıbdır. Ona ağır olsun ki, o gelib orada ermənini qucaqlayır. Görsün ki, belə bir atalar, gözü yolda qalan ata-analar var. Tək oğlunu itirən ata-analar var. Biraz qürurlu olmalıyıq. Hansı dövlətdə olur olsun, yəni öz torpağımızı, vətənimizi, qeyrətimizi qoruyub saxlamalıyıq. Biz o bayrağımızı uca tutmuşuqsa, hər zaman da uca saxlamalıyıq. Gedib erməniyə quzaq açmaq, mən bir insan kimi Azərbaycanlıya yaraşdırmıram. Mən ona Samiriyan deyirəm. O Samiriyan kimi də elə qalacaq onun adı. Ona ağır olsun, onun valideyninə ağır olsun ki, elə bir qız yetişdirdi ki, qaizi ailə. O qaizi deyil. O qaizi olsa, bu qaizlərimiz ki, ayağını itirən bir valideyn olsa, o imtina eləyər o qızına ki, mənim belə bir qızım yox ki, orada özdə həmin o adam, həmin torpaqlarda döyüşən adam olub, orada xidmət edən adam olub. Bəlkə də bizim əskərlərimizdə mərmi atan, silah atan, bəlkə də o olubdur. Elə bir insana qucaq açan Azərbaycanın vətən xainidir. Sağ olun.